Salam dostlar, hər vaxtınız xeyir olsun. Avropa Şurası Parlament Assambleyası Azərbaycanda tənqidi səslərin susturulması adlı sənəd qəbul edib. Aşbanın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi bu barədə hesabat hazırlayıb və onu iyun plenar sessiyasında müzakirəyə çıxarıb. Sənəddə əsasən bunlar qeyd olunur. Jurnalistlərə, müxalifət nümayəndələrinə, hüquq müdafiəçilərinə və fəallara qarşı təzyiq iddiaları. Media haqqında qanunun pozulması, siyasi partiyalar haqqında qanun və QHT qanunvericiliyi ilə bağlı narahatlıqlar. Siyasi məhbuslarla bağlı iddialar da qətnamədə yer alıb. Aşba Azərbaycanı Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinə əməl etməyə çağırıb. Azərbaycanın Aşbadakı nümayəndə heyətinin başçısı Səməd Seyidov qətnaməni qərəzli və birtərəfli adlandırıb və bu kağız parçasının bizim üçün heç bir əhəmiyyəti olmadığını bildirib. Əslində düz də deyib. Çünki 35 il ərzində Aşbada çoxlu belə qətnamələr qəbul edilsə də heç birinin heç bir nəticəsi olmayıb. Mən əlbəttə bir yazıcı, söz adamı olaraq söz azadlığının tərəfdarıyam. İstərdim ki, kimsə danışdığı və yazdığı sözə görə təqib olunmasın. Qanunlar da elə olsun ki, insanlar fikirlərini daha sərbəst və azad şəkildə ifadə edə bilsinlər. Ancaq gəlin görün, bu sadəcə mövcud hakimiyyətə aid bir problemdirmi? Müxalifətin iddiasına görə, əgər hakimiyyət dəyişsə, onlar gəlsələr, məsələ öz həllini tapacaq. Yadımdadır, Ayaz Mütəllibovun hakimiyyəti dövründə sırf Heydər Əliyevi seçkidən kənarda saxlamaq üçün yuxarı yaş senzi tətbiq olundu. Və bunun üçün referendum keçirildi. Sırf Heydər Əliyevə görə 65 yaşdan yuxarı vətəndaşların prezident seçkilərində iştirakına icazə verilmədi. Demokrat sayılan Əbülfəz Elçibəyin hakimiyyəti dövründə də Professor Murtuz Ələsgərovu döyərək yatağa saldılar və üstünə şər atdılar ki, güya qadın üstündə olub. Yadımdadır, Heydər Əliyev Bakıya gələn gün Murtuz müəllim universitetə əsa ilə gəlmişdi və çoxları ona yaxınlaşaraq yaltaqcasına salam verirdi. Axıcı hakimiyyəti dövründə Daxili İşlər Naziri İskəndər Həmidov deyirdi ki, Murtuzu döymək istəsəm gedib salaram təpiyin altına da, daha adam niyə tuturam onu döydürməyə? İskəndər Həmidov televiziyada gedən canlı debatı da basaraq iştirakçıları təhqir etdi. Onlara tüpürüm sənin partiyana, tüpürüm sənin liderinə sözlərini dedi. Bundan başqa açıq şəkildə bəyan etdi ki, Naxçıvana gedib Heydər Əliyevin başına bir güllə çaxar. İskəndər Həmidovun Zərdüşt Əlizadəni döyə-döyə maşının bagajına qoyduğu da çoxumuzun yadındadır. Düzdür, Həmidov bunlara görə sonradan işdən azad olundu. Ancaq unutmayaq ki, Axıcı hakimiyyətinin süqutu da elə bundan başladı. Demək istədiyim odur ki, Azərbaycanda söz, ifadə, tənqidi fikir azadlığı hökumətlərdən çox xalqımızın mədəni səviyyəsi ilə bağlıdır. Biz hələ ki, mədəni siyasi mübarizə aparmaq səviyyəsinə gəlib çatmamışıq. Mən bir söz adamı kimi istər-istəməz, məni bir söz adamı kimi istər-istəməz narahat edən odur ki, tutaq ki, indiki hakimiyyət getdi və yerinə başqaları gəldi. Şəxsən mənim söz demək azadlığım indikindən çox mu olacaq? Xahiş edirəm, bir siyasətçi çıxıb bundan danışsın. Mən hələ ki meydanda belə birini görmürəm. Üstəlik o siyasətçi izah etsin ki, belə bir cəmiyyətdə və mədəni mühitdə bunu necə təmin edəcək? Sağ olun, diqqətinizə görə.